Herkese salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə Novruz gəzintimizi paylaşacağım. Əslində nə ümidlərlə evdən çıxmışdıq. Hava da çox gözəl idi, çox mükəmməl idi. Hava baxımından heç bir problemimiz olmadı. Amma təəssüflər olsun ki, gəzintinin əvvəli yaxşı başladı, sonu yaxşı gətirmədi. Yəni biz çıxanda seyrəklik idi, adam elə çox yox idi. Düşündüm ki, gün ərzində də belə davam eləyər, amma təəssüf ki, elə olmadı. Sonra heç demək olar ki, nə gəzdik, nə aldıq, nə yedik, nə içdik. Bundan heç birindən belə deyim də, bir zövq ala bilmədim. İlk öncə Targoviyə gəldik. Burada adam var, amma o dərəcədə çox deyil. Yəni rahat gəzmək olurdu, rahat stendlərə yaxınlaşmaq olurdu. Yəni çox rahat bir şəkildə alış-verişimi edə bilirdim. Uğur yeni ildə bu dolu tostdan istəmişdi, amma biz gedib ala bilməmişdik. O qədər qarşısında növbə var idi ki, yəni gözləsəydik rahatca 2 saat vaxtımız gedəcəkdi. Bir dənə belə dolu toz aldım uşaqlara, 8 manata idi. Çox dadlı idi, hədsiz dadlı idi. Yeməyin özünü çəkməyi unutdum. Daha sonra isə Crunch'a yaxınlaşdıq, Crunch'ın stendinə yaxınlaşdıq. Oradan da 5 dənə mini burger aldım uşaqlara. Onun qiyməti isə 12 manat idi qızlar. Sonra uşaqlar mochikilər gördüm. Hərəsinə 2 top mochiki aldım. 2 top deməyim, 2 dənə yəni mochiki aldım. Onun da bir dənəsi 3 manat idi. Sonra Mehrin qarğıdalı istədi. Mehrin ümumiyyətlə şəhərə nə vaxt çıxır, qarğıdalı və dondurma axtarır. Qarğıdalının da balaca stəkanı 4 manat idi. Daha sonra popkorn istədilər. Qiymətləri niyə deyirəm? Bilirsiniz ki, yarmarka hələ davam eləyir. Yəni gedib yaxınlaşıb almaq istəyənlər artıq öncədən belə deyim qiyməti bilsinlər. Sonra popkorn aldılar. Popkornun da böyük qutusu 3 manat idi. Targovda elə də çox gəzəcək bir şeylər yox idi deyə yarmarkanı o baş bu baş getdik. Nə iqra qoymuşdular, uşaqlar onunla oynadılar və keçdik bulvara. Dedim həm günəşlənək biraz. Həqiqətən çox belə mükəmməl bir hava idi. Uşaqlarla burada xeyli oturduq. Bulvara keçən kimi qatarı gördük. İstədik qatara minək, amma artıq çıxırdı. Adam da dolu idi, minə bilmədik. Elə bulvarda oturduq, gözlədik. Qatar gəldi və bulvarı o baş bu baş qatarla gəzdik. Uşaqların çox xoşuna gəldi. Mənim özümə də çox xoşuma gəldi. Çünki Targovda gəzdik, bura keçdik. Açıq deyim, biraz yorulmuşdum. Ondan öncəki gündə evdə belə yer yığış etmişdim. Biraz yorğunçuluğum var idi. Yəni belə rahat-rahat qatarda o baş bu baş gəzdik. Biraz oturdum, dincəlmiş oldum. Həm də ki mənzərənin dadını çıxartdım. Təlif qoyarlar deyə səsləri paylaşa bilmədim, amma qatarda çox qəşəng retro musiqilər paylaşırdılar. Yəni o qədər mənə ləzzət elədi ki. Nəysə keçdik bulvardakı yarmarkaya da baxdıq qızlar. Uşaqlar oradan bubble tea aldılar. Yəni orada adam o qədər çox idi ki, heç bir stendə yaxınlaşmaq olmurdu, normal gəzmək olmurdu. Bilirsiniz ki, göydə belə yuxarıda hissəsində güllər falan düzəldiblər, çox qəşəngdir. Çox təəssüf ki, uşaqların heç mən bir dənə normal şəklini belə çəkə bilmədim. Orada nə bilim şardan belə oyun yeri düzəltmişlər. Uşaqlar orada da oynadılar. Nəysə ki, bulvar hissəsi heç nə, yəni ki, yaxşı gəzə bilmədik. İndi yarmarka davam eləyir, bəlkə bir dəfə də qismət olar, uşaqları apararam. Havalar da artıq istiləşir. Sonra keçdik qızlar Dəniz Mola. Bulvardaykən yoldaşım da gəldi, bizə qoşuldu. O həmin günü işə getmişdi. Daha sonra o bizdən ayrılası oldu. Getdi maşını gətirməyə. Maşın da uzaq yerdə idi. Biz oturduq, yemək yedik. Uşaqlar artıq axşama doğru acmışdılar. Mən özüm də acmışdım. Nəysə Dəniz Moldan çıxdıq. Artıq evə gedirik. Dediyim kimi gəzintinin əvvəli yaxşı başladı, amma sonu heç yəni istədiyim kimi bitmədi deyə keyfim yox idi. Yəni rahat-rahat gəzə bilmədik. İndi dediyim kimi görüm üzümüzə gələn həftə alınsa uşaqları qismət olsa aparacağım inşallah. Nəysə artıq evə qayıdırıq qızlar. Əslində bizim bu
gəzintinin yoldaşımla belə deyim də birləşdiyimiz vaxtında evə çox vacib bir əşya almağa getmişdik. Neçə vaxt idi ki, beynimdə olan bir şey idi. İndi növbəti kadrlarda göstərəcəm sizə. Bir dənə gəzintinin ürək açan hissəsi o oldu ki, artıq istədiyim, çoxdan da arzuladığım əşyanı almışam evə. Səhərsi günü qızlar artıq Mehrinin kursu başladı. Mehrini səhər durdum, kursa gətirdim. Yoldan da belə dəftər almışdım Mehrinə. Kurs bununla bağlı kursdur ki, yəni ki, bilirsiniz ki, Mehrin məktəbə qədər qrupaya gedir, yəni 0-cı sinifə gedir. Rus bölməsi üzrə inşallah qismət olsa təhsil alacaq. Açıqcası düzdür, yəni rus dili bölməsinə registrasiyadan keçmişik. Bilirsiniz ki, 1-ci sinif qəbulu üçün rus bölmələri ayrıca dildən imtahan da verirlər. İndi hal-hazırda o imtahana hazırlaşır. Amma dediyim kimi qızlar, mən keçən vloqlarda da vurğulamışdım ki, Mehrinə yəni dəqiq rus bölməsinə qoyacağamı, qoymayacağamı hələ ki qərəzli qalmışam. Bir ara ümumiyyətlə yəni çıxartmaq istəyirdim. Çünki yoldaşım da biraz təkid edir ki, Azərbaycan bölməsinə keçirdək. Sırf ona görə ki, məsəl üçün, yəqin ki, bir çoxunuz bilirsiniz, artıq rus bölmələrində Azərbaycan tarixi Azərbaycan dilində keçilir. Söhbət var ki, gələcəkdə coğrafiya Azərbaycan dilində keçiləcək. Yəni bunları biraz nəzərə alaraq, yəni qərəzli qalmışam. Amma hələ ki gedir. Yəni sonuçda Azərbaycan bölməsinə qoyası da olsam düşünürəm ki, yəni bir dil öyrənmək də uşaq üçün xeyirdir. Şükür Allaha, çox yaxşı da danışır. İndi inşallah görək necə olacaq. Aprel ayında artıq qeydiyyat başlamalıdır imtahana. Deməli, həftənin 5 günü Mehrin kursa gedir, səhər saat 9-da gedir. 12-nin yarısı çıxır. 1-ci, 4-cü günlər arası valideyn sağ olsun Mehrini də götürür, öz uşağını da götürür, aparır məktəbə. Yəni həftənin 4 gündə 12-dən 2-nin yarısına qədər Mehrin məktəbdə olur. Deməli qızlar, sizə göstərmək istədiyim yeni ev əşyam budur. Axır ki, mən də robot süpürgə aldım. İndi də oturmuşam, peşmançılığını yaşayıram ki, mən niyə indiyənə qədər bu süpürgəni almağı bu qədər gecikdirmişəm. Düzdür, yəni bu gəzintimizin növbəti günüdür. İlk dəfədir işlədirəm, amma yəni nəzərə alsaq ki, vloqu bir neçə müddətdən sonra paylaşmışam. Artıq 2 həftəyə yaxındır ki, istifadə edirəm qızlar. Və deyim ki, evdə əlim ayağım olub, evdə ikinci Aysel var. Mən ortalığı təmizləyirəm, mebellərin tozunu alıram. Daha sonra yerdə nə varsa, stul, məsəl üçün, yüngül jurnalini, nə varsa onları qaldırıram yuxarı hissəyə və toz soranı göndərirəm ki, get öz işinlə məşğul ol. Çox mükəmməl bir şeydir. Açığı qızlar, mən alanda fikirləşmişdim ki, həftədə bir dəfə normal böyük təmizliyimi eləyərəm. Həftədə bir dəfə də bunu qoşaram. Məsəl üçün, yüngül təmizlik eləyər. Amma yüngül təmizliklə işi yoxdur. Düzdür, 3 rejimdə işləyir. Yüngül təmizlik, səthi təmizlik və dərin təmizlik. Yəni elə səthi təmizliyi, yüngül təmizliyi belə, yəni orta təmizliyi belə elə dərin təmizliyə bərabərdir. Mopları kənara çıxır, süpürgə sistemi kənara çıxır, sovurması çox güclüdür. Rejimləri də bir neçə rejimi var. Təkcə süpürmə, təkcə silmə və hər ikisi eyni anda elə bil qabaq hissədən süpürür, arxa hissədən isə silir. İndi məsəl üçün xalçanın üstünə çıxıbsa başqa bir rejimdə işləyir, kafelin üzərinə çıxırsa başqa bir rejimdə işləyir. Polon parketin üzərində olanda, yəni taxta bir şeyin üzərində olanda isə başqa bir rejimlə işləyir. Çox mükəmməl bir şeydir. Şiddətlə tövsiyə eləyirəm. Deməli qızlar, o böyük otağı təmizləyənə qədər mən keçdim mətbəxə. Bayramdan ərzaqlarımız qalmışdı və Sezar salata hazırladım. Pendir dadlı suxarı, çeri pomidor, qara zeytun və Holland pendiri rəndələmişəm. Fileni isə balaca-balaca doğrayıb, marinə eləyib qızartmışam. İstədiyiniz, yəni ədvalarla marinə eləyib qızarda bilərsiniz. Kahını doğradım, tökdüm. Daha sonra isə özüm hazırladığım Sezar sosunu əlavə eləyəcəm. Sosu isə mayonez, sarımsaq rəndədən keçirmişəm. Bir də xardaldır.
Elə günortaya bunu hazırladım. Toz-soran da həm böyük otağı təmizlədi, həm də digər bir otaq var, oranı təmizlədi. Mən də mətbəxi belə əldən keçirtdim. Süfrəni falan dəyişdirdim. Bu arada günortaya doğru hava da yaxşı açıldı. Səhər amma biraz yağış yağmışdı. Belə deyim, artıq günortadan da keçmişdi. Nəysə, ona sonra komanda verdim, gəldi mətbəxi təmizləməyə. Uğurun planşetinə yükləmişəm, oradan idarə eləyirəm. Xəritəni oxutmuşam. Ayrı-ayrı otaqlarımı hələ oxutmamışam. Oxutmaqda fikrim yoxdur. Yəni konkret olaraq xəritə üzrə işləsin istəmirəm. Özü hiss eləyərək işləsin. Yəni ki, sensoru daimi elə bil işlək vəziyyətdə olacaq da. Yəni heç yerə dəymir, özü hiss eləyir maneəni, canlını hiss eləyir. Məsəl üçün ev heyvanı varsa və yaxud da insan yaxınlaşırsa onu da hiss eləyir. Bu da qızlar yuvasıdır. Mən buna yuva deyirəm. Bunun yuxarı hissəsində 2 dənə çəni var. Vedrə deyim, çən deyim, bilmirəm. Birinə təmiz su doldururuq, biri boş qalır və təmizləmə işlərini etdikcə özü təmiz su ilə təmizləyir özünü və çirkli suyu ötürür yuxarı, çirkli suyun yığışdığı çənə. İndi məsəl üçün mətbəxi təmizləyirdi. Mopunun təmizlənmə vaxtı gəldiyi üçün özü özünə komanda verir, gəlir yuvasına girir, mopunu təmizləyir və növbəti qaldığı yerdən gedir, davam eləyir, təmizliyini davam elətdirir yəni. Burası açılır, dediyim kimi. Burada 2 dənə belə yeri var. Burada prosta açıb göstərə bilmədim, çünki su ilə işləyirdi. Enerji saxlamaq çox yaxşıdır. 6-7 saata qədər saxlayır. Mən adətən qızlar qabaqdan süpürmə, arxadan silmə rejimində işlədirəm. Bu daha qənaətlidir. 2 gündən bir işlətdiyim üçün evdə onsuz da təmiz olur. Yəni heç dərin təmizləmə rejimində açmıram. Məsəl üçün, o artıq mətbəxi təmizləyir. Mən keçdim böyük otaqda toz silmə işlərini görməyə. Bu alət evə gələli mən elə bil ki, ev işlərinə həvəsim daha da çox artıb. Qızlar, onu deyim ki, mən 2 ay bundan öncə getdim ki, toz-soran alım. Amma mağazaya yaxınlaşanda orada bir çox markalar haqqında məlumat alanda durdum, fikirləşdim və dedim ki, yox, hələ biraz pulun üstünü də düzəldim, daha sonra gəlim alım. Çünki mağazada da məsləhət etdilər ki, 2 mərtəbə böyük, geniş eviniz varsa, yəni belə güclü bir marka götürün. Xiaomi markasınındır. X20 Pro gedir. Hər bir rejimi var, özünü təmizləyir, dediyim kimi, toz-soran kimi açılır, içinin o nə ki zirzibil yığıb, hamısını təmizləyir, soğurur. Qiyməti isə qızlar normalda 3000 manat idi. Amma Novruz, Ramazan və 8 mart endirimlərini belə deyim də birləşdirib Kontaktomda mega endirimlər etmişdilər və mən bunu 850 manata almışam. 40 manat da verdim əlavə olaraq sığorta elətdirdim, həm də qarantiyasını, zəmanətini 1 ildən 2 ilə qaldırmış oldum. Baxın qızlar, çox çevik, çox tez təmizləyir. Mükəmməl bir şeydir. İşləyən qadınlar üçün ümumiyyətlə deyim ki, evdə mütləqdir də. Yəni ki, indiyənə qədər də almadığım üçün həqiqətən peşmançılığını çəkirəm. Amma nəysə ki, bunu da aldım, aradan çıxdı. Artıq belə deyim də bir işimdə yüngülləşmiş oldu. Yəni imkan olduğu qədər belə deyim də alın, aldırın qızlar, mükəmməl bir şeydir.